Bunlar böyük neymətlərdir qardaşlar. Biz bugün tam ətrafımızda olan başqa dövlətlərə, istər müsəlman, istər kafir, biraz ağılla baxsaq, vallahi görərik ki, biz nə qədər böyük neymət içindəyik. Və bunu hələ belə adamlar yürütmür. Vallahi mən bu kəlmələri deməklə heç kimə təriflə, heç kim marağım da yoxdur. Sadə şəriətimiz var bizim. Bizim dinimiz var. Ay pisliklərdən danışanlar, danışın yaxşılıqlardan da, danışın salih əməllərdən də görərsən danışmazlar. Vallahi insanlar nankordur. Və nankorluqları da onların əməllərində izhardır, zahirdir. Bugün nə qədər insanlar var, hələ indi də onlar var. Onlar deyirdilər ki, Qarabağı heç vaxt ala bilməyəcəyik. Heç vaxt filan torpaqları ala bilməyəcəyik. Heç vaxtı Qubadlı qayıtmayacaq, Zəngilan, Laçın, Şuşa, qayıtıb getdi, satdılar. Belə sözlər vardı. Var idi, yox idi. Var idi. Nə oldu onların zənnləri? Təksib oldu onların zənnləri. Təksib oldu. Onlar zənn etdilər və yalan zənn etdilər. Böhtan dedilər. Özün qiyamət günü yüklədi. Və elə bir yüklə yüklədi ki, elə bir adamın haqqına girdi ki, və ya elə bir adamların haqqına girdi ki, onlardan bəziləri öldü, getdi, halallıq ala bilmədi. Elələr də var ki, sağdır, halallıq almağa şansları yoxdur. Yəni, gedib qəbuluna düşə bilməyəcəklər. Ki, hətta halallıq alsın. Təhlükəli yerə özünü salmışsın. Və həqiqətən də insan gərək dilinə malik ola.